Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bugün nəhayət Şorman qəbristanlığındayıq. Bura gəlmək heç də asan deyil. Gah dağ yollarında qaya uçqunları yolları bağlayır, gah da sel suları müvəqqəti düzəldilmiş çay keçidlərini yuyub aparır. Şorman qəbristanlığıdır. Rəhmətli Pəhluləmin oğlu İsmailov Ədalət Pəhluloğlu. Yanında da İsmailova Fatimə Yusuf kızı. Böyüdüm biraz. İkisinin de qəbridir. Allah rəhmət eləsin. Şormana babamın qəbrinin ziyarətinə gəlmişik. Qəbristanlıq dağıntılara məruz qalıb bir çox baş və sinə daşları sonradan bərpa olunub. Bayramov Rəfi. Bayramov var. Adilə. İnsan rəfi var. Qurşudov Əvəz. Qısa olaraq babamın həyatı haqqında onu deyə bilərəm ki, 1912-ci ildə Çorman kəndində doğulub. 1 yaş tamam olmamış anasını itirir, 6 yaşlarında Azərbaycan Demokratik Respublikası qurulub və babamın atası bu dağlarda daşnaqların həmlələrinə qarşı müqavimət cəbhəsində yer alıb. Lakin 1920-ci ildə ADR-in süquta uğraması nəticəsində babamın atası da Sovet Rusiyasının qara siyahısına düşür və təqib edilir. Bayramov Bayram. Babamın atası 1920-ci ildən ta 1937-ci ilədək Qırqız dağlarının zirvələrində bir qrup həmfikirləri ilə birgə Azərbaycan uğrunda mücadilə aparmaqla qaçaq düşüb dağlara sığınırlar. Savad əmi qəbri. Faktiki olaraq babam 8 yaşında valideynsiz qalır. 1937-ci ildə babamın atası Sovet Rusiyası tərəfindən Sibirə sürgünə məruz qalır və həyatını orada itirir. Allah rəhmət eləsin. Ancaq bu Sovet hakimiyyətinə yetmir və babam 25 yaşında 1937-ci ildə Finlandiya müharibəsinə Qarlı dağlarda Xizək qoşunlarını ordu sıralarına cəlb olunur. O tək qəbir deyim amma o tək qəbir olacaq. 2 ildən sonra 1939-cu ildə 2-ci Dünya müharibəsi başlayır. Babamdan əlavə daha 2 qardaşı müharibəyə aparılır və onlardan biri müharibədə itkin düşür və bugünə kimi haqqında heç bir məlumat yoxdur. Bayramov Bayram Nəcəf. Ümumiyyətlə Rusiyanın 2-ci Dünya müharibəsi iştirakçıları haqqında yaratdığı saytda axtarış apararkən nə babamın, nə qardaşlarının ata qrafasında məlumat yoxdur. Yazı boş gedir. Əfi, Bayram Əfi. Rəhmin atasıdır. Əlcığır yerləri necə. O tərəfdə yenə var. Baxmayaraq ki, Sovet İttifaqı artıq 30 ildən çoxdur ki dağılıb, Sovet Rusiyası özünə düşmən bildiyi şəxsləri Rusiya Federasiyası da bəraət verməyib. Hərçənd ki, dırnaqarası liberal Rusiya komünizmi bataqlıq hesab edir. Ora nə getsin? Babamın atası Zəngəzur mahalında Azərbaycan uğrunda mücadiləyə qatılanlardan olub. Bu, Sultan bəy və Xosrov bəy qardaşlarının fəaliyyəti dövrünü əhatə edir. Hətta 1945-ci ildə müharibənin bitməsinə baxmayaraq, Sovet Rusiyası Yaponiya təhlükəsi bəhanəsi ilə onu tərxis etmir və daha 2 il ordu sıralarında şərq istiqamətində saxlayır. Beləcə babamın 10 il ömrü günə-gün müharibələrdə keçir və qollarında qəlpə yaraları və parçaları ilə Laçına dönür. Kənddə heç bir təminat olmadan təsərrüfatla məşğul olur, ağır həyata baxmayaraq ailə qurur və 1950-ci ildə artıq mənim atam dünyaya gəlir.
25 il dağlarda Çorman, Şam kənd, Nağdalı kəndlərində maldarlıqla məşğul olur və 1985-ci ildə dünyasını dəyişir və Çorman qəbristanlığında dəfn olunur. Sonrakı hadisələr işğal dövrü hər kəsə bəllidir. Qəbri dağıdılıb, üst yazıları sındırılıb, ümumiyyətlə ot və kol o dərəcə basmışdır ki, üzərindən keçib burada qəbir olduğunu zənn etmək belə çətin idi. Bütün qəbirləri gəzdikdən və zərrə qədər ehtimal olunan yerləri əl ilə toxunub hiss edəndən sonra nəhayətdə sonda tapdıq. Böyüklərin, əl-əxsus atamın artıq dünyada olmadığı dövrdə təxminlərlə qəbri aşkar etmək həqiqətən çətindir. Çünki bizim uşaqlıq dövrümüzdə dəfn olunmuşdur və tapılmaması ağır məyusluq yaradacaqdır. Allah bu qəbirstanlıqda və ümumən işğal ərazilərində uzun müddət ziyarəti mümkün olmayan ölənlərimizin hər birinə rəhmət eləsin. Ruhları şad olsun, təsəllimiz budur. Bismillahirrahmanirrahim. Allahu ahad, Allahu samad. Lam yelid ve lem yulad ve lem yekun lahu kufuwan ahad. Allahümme salli ala Muhammed. Allah rahmet eylesin. Allah rahmet eylesin. Buradan isə yollanırıq digər babamın qəbrinin ziyarətinə Laçın şəhərinə. Bu isə Laçın şəhərində digər babamın qəbridir. Şəhərdə evinin qalıqlarını ziyarət etmişdik. Qəbir hasarı sökülərək aparılıb. Anasının qəbrinin yanında dəfn edilmişdir. Anasının məzar şəklinə güllə açılıb. Allah cəm ölənlərimizə rəhmət eləsin, ruhları şad olsun.